Salam, hər vaxtınız xeyir. Bugün artıq ikinci adamlı gəlir. Bir nəfər Cihan qardaş Türkiyədən gəlir. Vizasını aldı. Gedirik Cihanı qarşılamağa. Ondan koordinatora təhvil verəcəyik. Bugün 6 bazar, iş yoxdur. Birinci gündən artıq polisdə miqrasiya ilə yer götürmək üçün müraciət olunacaq. Polisdə qeydətdən keçəndən sonra artıq 20 günə təxminən kartı gəlir. O zamana qədər işə çıxır, işləyir. 6 ay gəldi yerdə işləməli. 6 aydan sonra artıq başqa yerlərdə işləyə bilər. Bəli, Türk vətəndaşlarını da gətirməyə köməklik edirik. Xarici pasport olan Türk, Gürcüstan, Qazaxıstan, Qırğızıstan fərqi yoxdur. Bütün vətəndaşlar üçün Çexiyaya gəlməkdə köməklik edirik. İzləmədə qalın, Cihan bəyi qarşılayaq, yenə də məlumat verəcəm. Cihan kardeş geldi Türkiye'den. Valizleri falan burada. Şimdi koordinatora teslim ediyoruz. Bir hafta içinde poliste randevu alacağız. Ondan sonra da işe çıkacak. 6 ay içinde de başka yere geçebilir. Evet. Koordinatörün başında yola saldı. Olduğu uğurlu olsun.